Hörmətli izləyicilərimiz, 5 sotun içində şəxsi tikili 2 mərtəbə 5 otaqlı evimiz çıxıb satışa. Yerləşmə yeri çox əla. Hövsan Butamarketin düz arxasında. Deməli, istəyirəm buradan evin üz görünüşünü göstərim sizlərə. Sonra deməli birinci həyətə sahə ilə tanış eləyərəm sizləri. Sonra da evin içi ilə tanış eləyərəm sizləri Allahın izni ilə. Bu evimiz deməli şəxsi tikili evdir. Rahat bir deyimlər sizə 30-35 ilin evidir. Hövsanda Butamarketin arxasında alay olan cəmi 1 dəqiqəlik məsafədə yerləşir. 132 və 161 nömrəli marşrut xəttləri ilə yenə deyirəm 1 dəqiqəlik məsafədə. Həyətinin sahəsində deməli ayaq yolusu var, heç göstərməyə ehtiyac yoxdur. Sonra bax belə qəşəng əl damcısı var. Bütövlükdə 5 sot, üzr istəyirəm, elə 5 sotun içindədir. İndi alandan sonra qəşəng ağaclar da əkərsiniz bura, gözəl bura bağ eləyərsiniz sərgəli formada. Dəlimamet istəsəz, alandan sonra bura bölüb oğlumu üçün və yaxud təbii valideynləri üçün burada da qəşəng bir ev tikib çıxışını verə bilərsiniz. Nədə onadır? Arxa məhəlləyə. Evimizin deməli buradan da arxa məhəlləyə balaca qapısı var. 5 sotun içindədir. Gəl qardaşım biraz zəhmət olmasa mənim yanıma. Bu gördüyünüz deməli obyekt Butamarketdir. Yəni yerləşmə yeri çox əladır. Həyətində əl damcısı. Daha sonra balkon hissəsi. Yerdən 5 daş kürsülüdür. Zaman keçdikcə həyətyanın sahə dolduğuna görə hal-hazırda 3 daş kürsü qalıbdır. Evimiz bütövlükdə cütdaşdan inşa olunubdur, dəyərli izləyicilərimiz. Bir dənə bu mətbəx sonradan artırıldığına görə bir də burada tək daşdır da boş şeydir, amma həmişlik zadı yoxdur. Evimizdə isitmə sistemi kombidir. Daxil olduğumuz zaman deməli xanımlarımızın nəzərində burada da gözəl mətbəximiz yerləşir. Daha sonra hamam sanitar qovşağı. Qiyməti 123.000 manat. Çox gözəl qiymətdir. Daha sonra koridor hissəsinin əvvəlində əl damcısı yerləşir. Bir də alandan sonra aboyları dəyişərsiniz Allahın izni ilə. Bu aboylar deyim də sizə. Rahat bir 8-9 ilin aboyudur. Bura evimizin zal hissəsi geniş. Deməli, podval hissəsinin aşağısı əl damı kimi nəzərdə tutulubdur. Divarların qalınlığı qardaşım indinin 3 daşına bərabərdir. Maşallah olsun, çox keyfiyyətli evdir, dədə-baba evidir. Buradan da zalı göstərərsən, buradan belə qəşəng. Deməli, ikinci mərtəbəmizə daxil olduğumuz zaman, ikinci mərtəbə elektrik atdelini görülübdür. Otaqlar idarə olunur buradan. Koridor hissəsi, koridorun solunda uşaq otağı yerləşir. Düzdür, deyəsən, burada istifadə olunmur. Daha sonra burada daha bir otağımız yerləşir. Ana yola çox yaxın məsafədə yerləşir. Qiyməti 123.000 manat. Deməli, burada da daha bir otaq. 5 otaqlı evdir. 2 mərtəbə 5 otaqlı şəxsi tikili. Və daha sonra bir otağımız da burada. Bura alandan sonra bir də üzr istəyirəm, şeyləşər qardaşım, buraya gəl. Bura alandan sonra buranı bölüb, polnu buradan ikinci mərtəbədə hamam sanitar qovşağı çıxartmaq olar. Ki, koridor hissəsinin əvvəlinə salıb polnu hamam sanitar qovşağı ikinci mərtəbə üçün də yaradmaq olar. Qiyməti hal-hazırki gündə 123.000 manat, real müştəri yerindəcə endirim oldu. Yəni hal-hazırki bazar qiymətlərinə görə çox uyğun qiymətədir. Real müştəriyə də bir daha vurulur, yerindəcə endirim oldu, yerləşmə yeri əla. Kimə maraqlı olsa əlaqə nömrəsi səhifənin əvvəlində qeyd olunubdur. Bizləri üçün minnətdarıq. Allah'a emanet olun. Sağ olun.